23-cü sual. Xətainin Bahariyə və Mikail Müşfiqin Yağış Yağarkən əsərlərinə aid ortaq məqamlardır. Hər ikisində təbiət təsviri olacaq. Təbiət təsviri aparıcıdır. 1. Sonra məsnəvi şəklində yazılıb. Yağış yağarkən məsnəvi şəklində yazılmayıb. Göy üzündəki qara buludlar təsvir edilib. Göy üzündəki qara buludlar yağış yağarkən şeirində təsvir edilib. Heca vəznində yazılmışdır. Bu Mikail Müşfiqin şeirinə aiddir, amma Xətainin Bahariyəsinə aid ola bilməz, çünki məsnəvi şəklində yazılıb. Obyektə subyektiv baxış əksini tapıb. Yəni 1-5. 1 və 5. 24-də apardı könlümü bir xoş qəmər, üz can fəza dilbər misrası ilə başlayan qəzəli haqqında doğru fikirləri müəyyən eləməliyik. Demək, ana dildə yazılı müəllifi İzzəddin Həsənoğludur. Doğruları axtardığımıza görə cavabın biri 1-dir. Sonra real məhəbbət yox, ilahi məhəbbət təsvir edilir. Bu yanlışdır. 200-lü riyakarlıq tənqid edilir. Belə şey yox. Sonda deyir, Həsənoğlu sənət duaçıdır, Vəli Sadiq, nə Sadiq Sadiqi bəndə, nə bəndə bəndi çakir. 200-lük tənqid olunmur ki. Qədim dövr Azərbaycan ədəbiyyatı nümunəsidir. Burada orta dövrdə bildiyimiz kimi İzzəddin Həsənoğlu. Bir də aşıq sevdiyini gözəllərin başçısı adlandırır. Elə burada nə deyir? Deyir ki, nə şahid, şahidi sərvət. Gözəllərin başçısı. 1-5. 25-də Xətainin Nəsihətnamə məsnəvisində burada da yazılır 1-5. Xətainin Nəsihətnamə məsnəvisinə aiddir. Maariflənməklə Allaha qovuşmağın mümkünlüyü qeyd olunur. Yox, belə şey yoxdur. Sufi Qızılbaş ideyalarının təbliğinə geniş yer verilmişdir. Bəli, orada dünya görmüş bir qoca. Ümumiyyətlə, Sufi dünya görüşünü istəyir. Əsərdə sanki dünya görmüş zəngin həyat təcrübəsi olan ağsaqqalın müdrik nəsihətləri eşidilir. Bəli, bu belədir. Bir hökmdar olur əslində, yaşlı ağsaqqal gənclərə nəsihət verir. Allaha sadiq olmağı, düz yolda olmağı və s. Bütün varlıqlar Allahdan qopub ayrılan zərrələr hesab edilir. Bu da doğrudur. Yəni 2-3-4-dür. Əsərdə Xətainin döyüş təcrübələri də yer almışdır. Bu yanlışdır. Buna görə bu testin cavabı olacaq 2, 3 və 4. 26-da Füzulinin söz qəzəli ilə bağlı doğru fikirləri müəyyən eləməliyik. Söz olmasa söz sənətkarları gözəl əsərlər yaradıb məşhur ola bilməzlər. Belə fikir deyilmir. Söz bir xəzinədir, ondan düzgün istifadə etmək lazımdır. Bəli, Füzulinin Leyli və Məcnun söz qəzəlində bu fikri var. Sözü bir xəzinəyə bənzədir. Gəncinlik gizli xəzinəyə bənzədir. 2. Söz ən çox xoşa gələn bir nigardır ki, bir nigari ənbərən xəttir könülləri almağa, hərdən göstərir qeybdən rüxsarı söz. Belə bir ifadə beyt keçir. 2, 3, 4-ə baxaq. Demək, əgər hörmətin çox olmasını istəyirsənsə, az danış çox. Bəli, son məktəb beytdə deyir, gəl çox istərsən Füzuli izzətin, az et sözün ki, çox olmaqdan qılıbdır, çox əziz ağırsın. 2, 3, 4, 5-ə baxaq hər ehtimala qarşı. Sözdən istifadə edərkən fikrini geniş izah etmək üçün çoxlu sözlər seçməlisən. 2, 3 və 4. Demək, 27-yə baxırıq uyğunlaşdırma testinə. Əsərlərlə bağlı uyğunluğu müəyyən eləməliyik. Mehr və müştəri Dastan Əhməd Hərami. Ədalət və insan haqlarını müdafiə edir. Bu mehr və müştərilər. 1A. Sonra əsərin finalında mənfi baş qəhrəman qadın tərəfindən öldürülür. 2B. Epik şeirimizin nizami ənənələrini davam etdirən nümunəsidir. Bəli, Mehr və müştəri Əsrar Təbrizi. Nizami ədəbi məktəbinin davamçısıdır. C-ni bitər yazılır bura. 5 məclisdən ibarət əsərdir. 5 məclis 4. Dastan Əhməd Hərami 6 məclisdir. Ana dildə ilk epik poeziya örnəyidir. Bəli, D variantı. 1A, AC, 2B, E.
Az danışmağın gözəlliyi haqqında bu videonu saxlayıb bu hissəni oxuyarsınız. Sonra testinə cavab verməyə çalışarıq. Əsərdən parça əsasında cədvəli tamamlayın. Demək, burada bədii təsvir ifadə vasitələri. Sözün də su kimi lətafəti var. Təşbih. Sonra inci tək sözlər, epitet, təsvir ifadə vasitələri, az danış, az din, təkrir. Sonra az çox sözləri, təzad. Belə bir şeylər yazmaq olar. Sonra demək, keçirik 29-cu suala. Əsərləri forma baxımından müqayisə etməklə cədvəli tamamlayın. Az danışmağın gözəlliyi, Nəsiminin Sığmazam qəzəli. Demək, poemadan parçadır, məsnəvi şəklindədir. Ondan sonra nəsihətamiz xarakteri daşıyır. Sığmazam qəzəldir. Oraya yazmaq olar. Ondan sonra dini mövzudadır. Şairin hürufi görüşlərini özündə əks elətdirir. Ondan sonra az danışmağın gözəlliyində Həzəc bəhrindədir yazmaq olar. Buna da yazmaq olar ki, Rəzəc bəhrindədir. Hər ikisi əruz vəznindədir bu hissəyə 5-ə yazmaq olar. Ondan sonra hər ikisi klassik şeir nümunələridir. Biri qəzəldir, biri məsnəvidir. Bir çox şeylər yazmaq olar. 30-da əsərlər əsasında cədvəli tamamlayan fikirlər. Demək, söz qəzəli, az danışmağın gözəlliyi, məzmun oxşarlığı. Bura yazmalıyıq oxşarlıqları. Hər ikisi məzmun oxşarlığında deyirik. Hər ikisində sözə dəyər verilir. Hər ikisində sözün qiymətli bir məhfum olduğu ifadə olunur. Bu şəkildə qeyd eləmək olar.